Yoldaşlar salam, hər vaxtınız xeyir olsun. Ee, Bugün sizlərlə qanunvericilik dərslərimizə qaldığımız yerdən davam edəcəyik. Qanunvericilik hakimiyyətini izah verəcəm. Diqqətlə qulaq asın. Deməli yoldaşlar, Konstitusiyamızda qeyd olunduğu kimi qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir və Milli Məclisin say tərkibi bildiyimiz kimi 125 deputatdan ibarətdir. Yəni 125 nəfər deputat Milli Məclisdə iştirak eləyir. Deməli yoldaşlar, Milli Məclisin deputatları necə seçilir? Majoritar seçki sistemi ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Milli Məclisin yoldaşlar hər çağırışının səlahiyyət müddəti bildiyimiz kimi 5 ildir. Yəni 5 ildən bir Milli Məclisin çağırışı olur. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Milli Məclisin seçkilərinin keçirilməsini mümkün etməzsə, yəni maneə olarsa, Milli Məclisin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatın sonuna qədər uzadılır. Yəni yoldaşlar, hərbi əməliyyat nə zaman sonlanırsa, Milli Məclisin səlahiyyət müddəti də, daha doğrusu çağırışın səlahiyyət müddəti o zaman başlayır. Deməli yoldaşlar, bu barədə qərar seçkilərin referendumun, yəni ümumxalq səsverməsinin keçirilməsini təmin edən orqanın, yəni MSK deyərkən burada Mərkəzi Seçki Komissiyası nəzərdə tutur yoldaşlar. Mərkəzi Seçki Komissiyasının müraciətinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Milli Məclisin hər çağırışının seçkiləri hər 5 ildən bir məhz noyabr ayının 1-ci bazar günü keçirilir. Yoldaşlar, burada karıxdırmaq üçün qoya bilər 2-ci bazar günü keçirilir, həftənin 7-ci günü keçirilir, 5-ci günü keçirilir, ilk həftənin 1-ci günü keçirilir və s. Bu kimi ifadələr yazsa bilin ki, səhvdir. Noyabr ayının 1-ci bazar günü olmalıdır. Deməli yoldaşlar, Milli Məclisin deputatlarının səlahiyyət müddəti bildiyimiz kimi Arın Milli Məclisin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Arda yəni Azərbaycan Respublikası. Qısaltma olaraq yəni testlərdə birdən görərsiniz. Yəni o Azərbaycan Respublikasını bildirir. Və yaxud da Enemir yazılır. O da Naxçıvan Muxtar Respublikası deməkdir. Qısaltmalara diqqət edin, qısa formada yadda saxlayın. Deməli yoldaşlar, bildiyimiz kimi Milli Məclisin deputatlarının səlahiyyət müddəti Milli Məclis çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Milli Məclisin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxan şəxsin qalan səlahiyyət müddəti ilə məhdudlaşır. Məsələn, mən deputat işləmişəm Milli Məclisdə. Mən 3 ilimin tamamında 5 il ərzində, yəni mənim orada işim qüvvədədir, düzdürmü? Mən tutaq ki, 3 il işləmişəm, 3-cü il deyirəm ki, çıxmaq istəyirəm işdən. Yəni ki, deputatlıqdan mən azad olunmaq istəyirəm. Yəni o zaman belə deyim, mənim yerimə seçilən şəxs mənim nə qədər səlahiyyət müddətim qalıbsa, yəni o 2 il qalıbsa, ondan istifadə eləyəcək. Yəni ki, 2 il artıq onun səlahiyyət müddətinə yazılacaq. Mənim səlahiyyət müddətimə yox. Deməli yoldaşlar, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən olunmuş qaydada Milli Məclisin deputatı seçilə bilər. Milli Məclisə kimlər bəs deputat seçilə bilməzlər? Yoldaşlar, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, ikili vətəndaşlığı olan, yəni məsəl üçün, mən həm Azərbaycan Respublikasının vətəndaşlığını daşıyıram, həm də Belarusiyanın və yaxud Ukrayna və yaxud Rusiya. Mən artıq Milli Məclisə deputat seçilə bilmərəm. Başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemində qulluq edən, elmi pedaqoji yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər. Yoldaşlar, pedaqoji və yaradıcılıq fəaliyyəti istisnadırsa, demək ki, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş şəxslər Milli Məclisə deputat seçilə bilərlər. Yəni bu istisna onu ehtiva eləyir bizə. Yadınıza saxlayın, istisna sözü yazılan, belə deyim də, ünsürlər varsa, görürsünüzsə qanunda, bilin ki, yəni onun istisnası varsa, deməli qanunla o mümkündür. İndi bəzi hal istisnalar var.
var ki, orada əksinə də ola bilir. Amma burada yazılıb ki, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla. Yəni bu o demək deyil ki, pedaqoji fəaliyyətlə məşğul olan deputat seçilə bilməz. Təbii ki, o da deputat seçilə bilər. Amma ödənişli fəaliyyət deyərkən burada kommersiya fəaliyyətini nəzərdə tutur, sahibkarlıq fəaliyyətini nəzərdə tutur. Yəni ki, durub hər hansı mən Quliyev Pərvin Akifoğlu deputat seçilmək istəyirəm, amma özümün məsələn həm işim var, həm də ki başqa bir yerdə bir mağazam var və yaxud da hər hansı bir biznesim var, şirkətim var. Artıq mənim Milli Məclisə deputat kimi seçə bilməzlər. Yəni onun nəzər. Amma mən məsəl üçün müəlliməmsə, məsəl üçün pedaqoji fəaliyyətlə məşğulamsa, işdən savayı, artıq buna görə mənə heç kim məhdudiyyət qoya bilməz ki, sən deputatlığa namizədliyini verənmərsən və yaxud da necə. Yəni mənim orada istisnasız olaraq işləmə şansım var. Pedaqoji fəaliyyətlə məşğulamsa. Deməli yoldaşlar, din xadimləri fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən ağır cinayətlərə görə məhkum olmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər. Yoldaşlar, burada diqqət yetirin. Çox vaxt qarışdırırlar, cinayətə görə məhkum olmuş şəxslər yazırlar. Burada bilin ki, tez səhvdir yoldaşlar. Elə bir halla rastlaşdınız. Çünki sırf ağır cinayətlərə görə, yəni insan ölümü və yaxud da nəsə də, yəni ağır cinayətlərə görə məhkum olmuş şəxslər yalnız deputat seçilə bilməzlər. Amma cinayət törətmiş şəxs demək ki, bu deməkdir ki, seçilə bilər. Cinayət deyərkən necə? Yəni ola bilər yüngülvari cinayət olar da. Məsələn, gedim məsəl üçün mən kimisə toyuğunu oğurlayıram. Bu demək deyil ki, yəni məni deputat seçə bilməzlər. Deməli yoldaşlar, Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin yoxlanması və təsdiqi seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq eləyir. Yəni həm yoxlayır, həm də təsdiq eləyir düzgünlüyünü. Demək yoldaşlar, Milli Məclis deputatlarının səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk iclas günü bitir. Milli Məclis deputatlıqdan çıxanların yerinə seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa keçirilmir. Yəni 120 gün qalarsa keçirilə bilər yoldaşlar. 150 gün qalarsa keçirilə bilər. 121 gün qalarsa keçirilə bilər. 120 gün qalarsa müddət keçirilə bilər. Amma 120 gündən az, yəni 119 gün qalarsa müddət, o zaman keçirilməz. Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa yeni seçkilər keçirilməz. Milli Məclis 83 deputatın səlahiyyətləri ilə təsdiq olunduqda səlahiyyətli sayılır. Çox vaxt testlərdə qarışdırır, 63 deputat yazır. Yoldaşlar, yalnız və yalnız Milli Məclisdə 83 deputatın səlahiyyəti təsdiq olunarsa, ən az yəni 83 deputat iştirak eləyərsə, fəaliyyət göstərərsə, o zaman Milli Məclis səlahiyyətli sayılır. Başqa hallarda mümkün deyil. Milli Məclisin sessiyaları, yoldaşlar, Milli Məclis hər il 2 növbəti yaz və payız sessiyalarına, yəni bir yazda, bir də payızda sessiyalara yığılır. Milli Məclis 83 deputatın səlahiyyət təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq, bir həftədən gec olmayaraq çağırılır. Milli Məclisə seçkilərdən sonra mart ayının 10-una dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Milli Məclisin ilk iclasının keçirilmə vaxtını bu zaman Konstitusiya Məhkəməsi müəyyən edir. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikasının Milli Məclisinin sədri çağırır. Sədr də bunu necə çağırır yoldaşlar? Prezidentin tələbi ilə və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanı Milli Məclisin sədri. Deməli yoldaşlar, Milli Məclisin növbədənkənar sessiyalarının, daha doğrusu sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir yoldaşlar. Bunda çox vaxt qarışdırır, sədr yazır, üzvlər yazır və yaxud da deputatlar yazır. Bilin ki, cavab səhvdir yoldaşlar, testdə elə bir şey görsəz. Növbədənkənar sessiyanın gündəliyini yalnız onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitmiş sayılır. Deməli yoldaşlar, Azərbaycan Respublikası Milli Məclisin sessiyalarının iclasları açıq keçirilir. Milli Məclisin 83 deputatının tələbi və prezidentimizin təklifi əsasında olur. Deməli yoldaşlar,
Azərbaycan Respublikası Milli Məclisin sessiyaları açıq keçirilir. Amma 83 deputat tələb eləyərsə, prezident təklif eləyərsə, qapalı şəkildə keçirilə bilər sessiya. Yoldaşlar, Milli Məclis deputatı bəzi hallar var ki, o hallarda mandatından məhrum edilir. Bu hallar hansılardır? Seçkilər zamanı, yəni deputat seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, yəni saxtakarlıqla güya ki filan kəs məsəl üçün 83% səs toplayıb və yaxud da necə, bu düzgün hesablanmamış sayılır. Yəni ki, qanuna zidd sayılır. Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olduqda, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya hər hansı bir xarici ölkənin başqa ölkənin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, elmi pedaqoji yaradıcılıq fəaliyyəti istisna olmaqla hər hansı bir dövlət orqanında dövlət qulluqçusu kimi fəaliyyət göstərərsə, din xadimi olarsa, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlərlə məşğul olarsa, özü imtina edərsə vəzifədən və Konstitusiyanın 93-cü maddəsinin 3-cü hissəsinin tələbini pozarsa, səsvermə hüququnu şəxsən həyata keçirmərsə, yəni deputat üçün qanunla müəyyən olunmuş etik davranış qaydalarını kobud surətdə pozarsa, bu hallarda deputat mandatından məhrum ola bilər. Məhrum edilir daha doğrusu. Yoldaşlar, burada diqqətli olun. Testlərdə bəzən qarışdırır. Qeyd eləyir ki, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda. Yoldaşlar, kobud surətdə pozarsa, mandatdan məhrum sayılır deputat. Amma başqa cürə yəni qeyd eləyərsə, bu artıq səhv sayılır. Yalnız kobud surətdə pozduğu təqdirdə deputat mandatından məhrum edilə bilir. Yəni o da dövlət qulluqçularının etik davranış qaydaları yox ha, yəni bunu qarışdırmayın. Deputatlar üçün qanunla müəyyən olunmuş etik davranış qaydaları var. Onu kobud surətdə pozduqda artıq deputat mandatından məhrum hesab olunur. Deməli yoldaşlar, Milli Məclisin deputatlıqdan çıxanlar, daha doğrusu deputatlığından məhrum etmə haqqında qərar qanunla müəyyən olunmuş qaydada qəbul edilir. Deməli, Milli Məclisin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə, yəni həmişəlik icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası isə qanunla müəyyən olunur. Yoldaşlar, Milli Məclisin deputatlarının toxunulmazlığı, deməli, səlahiyyət müddəti ərzində Milli Məclisin deputatının şəxsiyyəti toxunulmazdır, yoldaşlar. Azərbaycan Respublikası Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, yəni o hal istisna olmaqla tutula bilməz. Cinayət məsuliyyətinə cəlb edilə bilməz və onun barəsində məhkəmə qaydasında inzibati tənbih tədbirləri tətbiq oluna bilməz. Hər hansı bir axtarışa və yaxud da şəxsi müayinəyə məruz qala bilməz yoldaşlar. Yadınızda saxlayın. Milli Məclis deputatı cinayət başında yaxalandığı təqdirdə isə tutula bilər. Və belə olduğu təqdirdə də Milli Məclis deputatını tutan orqan, hər hansı bir yəni qurum bu barədə dərhal Azərbaycan Respublikasının baş prokuroruna xəbər verməlidir. Və Milli Məclisin deputatının toxunulmazlığına isə yalnız baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Burada çox vaxt qarışdırır, prezidentin qərarı ilə xitam verilə bilər deyə. Yoldaşlar, bilin ki, yanlışdır. Niyə görə? Çünki Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir. Prezident isə icra hakimiyyəti isə prezidentə mənsubdur da, düzdürmü? Əgər burada məsəl üçün baş nazir və yaxud da vitse-prezident və yaxud da birinci vitse-prezident olsaydı, o zaman bəli, prezidentin qərarı ilə xitam verilə bilər. Amma bu, Milli Məclis deputatı olduğu üçün artıq buna Milli Məclisin qərarı ilə xitam verilə bilər. Baş prokurorun təqdimatına əsasən. Yadınızda saxlayın yoldaşlar. Deməli yoldaşlar, Milli Məclis deputatının məsuliyyətə cəlb olunmasına qoyulan bir sıra qadağalar var. Deməli yoldaşlar, Milli Məclis deputatları Azərbaycan Respublikası Milli Məclisdəki fəaliyyətinə görə, iştirakına görə, səs verməyə və yaxud da söylədiyi hər hansı bir fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Çünki onlar orada artıq söz sahibidirlər da, belə deyək. Onların fikir və söz azadlığı var orada. Yəni onlar istədiyi bir məsələni aktual olaraq orada
necə deyim, iclasda ön plana çıxara bilər və onun haqqında bir fikir söyləyə bilər. Məsələn, veteranlar niyə 80 manat alır? Niyə məsələn 300-400 manat ən azı veteranlara yəni gündə aylıq belə deyim də, məvacib yazılmır, 80 manat yazılır. Mən artıq deputatamsa bunu orada fikir kimi söyləyə bilərəm və söylədiyim fikrə görə də heç kim məni qanuni bir məsuliyyətə cəlb eləyə bilməz. Və razılığı olmadığı hallarda da, razılığı olmadan onlardan bu hallara görə bu hallarla bağlı izahat ifadə tələb edilə bilməz. Yəni deputatların razılığı olmadığı təqdirdə söylədiyi fikrə görə, səs verməsinə görə, fəaliyyətinə görə izahat və yaxud ifadə tələb eləyə bilməzsən. Nə də heç kim tələb eləyə bilməz. Deməli yoldaşlar, Milli Məclis işinin təşkili bildiyimiz kimi yoldaşlar, Milli Məclis öz iş qaydasını özü müəyyən eləyir. Milli Məclisin müvafiq orqanlarını yaradır. O cümlədən öz sədrini və müavinlərini seçir. Komitələr və komissiyalar təşkil eləyir. Bir də hesablama palatasını yaradır. Deməli yoldaşlar, Milli Məclisin aktları, Milli Məclis öz səlahiyyətlərinə aid məsələlər üzrə konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. Deməli yoldaşlar, Milli Məclisdə konstitusiya qanunları, qanunlar və qərarlar bu konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. Yəni konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir bunlar. Çox vaxt qarışdırırlar, qanunla nəzərdə tutulmuş qaydada qeyd edilir, amma səhvdir. Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. Milli Məclisdəki konstitusiya qanunları, qanunlar və qərarlar. Milli Məclisin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər. Çox vaxt bunu qeyd edir, bilavasitə həyata keçirirlər və s. Milli Məclis deputatları səsvermə hüququnu yalnız şəxsən həyata keçirirlər. Qanunlarda və Milli Məclisin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Yəni ki, qanunlarda və Milli Məclisin qərarı hər hansı bir qərarında icra orqanlarına və yaxud da hər hansı bir məhkəməyə konkret tapşırıqlar qoyula bilməz. Yəni nəzərdə tutula bilməz də. Onlar məhkəmələrin üzərinə hər hansı bir vəzifəni qoyanmazlar ki, sən bunu icra eləmə, bunu icra elə. Çünki biz bilirik ki, Azərbaycan Respublikasında hakimiyyətlərin bölünməsi prinsipi var da, belə deyək. Və qanunvericilik, icra hakimiyyəti, məhkəmə hakimiyyəti ilə birlikdə qarşılıqlı fəaliyyət göstərirlər və onlar öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Müstəqildirlər deyərkən bunu nəzərdə tutur yoldaşlar. Yəni ki, məhkəmələr öz səlahiyyətindən müstəqildir. Məhkəməyə Milli Məclis durub qarışa bilməz. Deyə bilməz ki, konkret bu tapşırığı icra elə. Məhkəmənin də məhkəmə vəzifəsi var, borcu var, öhdəliyi var. Deməli yoldaşlar, gəldik əsas maddələrdən birinə, maddə 94, Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar və 95-ci maddə isə Milli Məclisin həll etdiyi məsələlər var. Deməli yoldaşlar, bunu sizə qısa şəkildə çalışacağam izah verim. Milli Məclisdə yoldaşlar, Milli Məclisdə ümumi qaydalar ümumiyyətlə çoxdur. Yəni və hardasa 25-30 dənə ümumi qaydası var. Bunlardan siz 83 qanunları yadda saxlasaz, bax burada görürsünüz da, prezident seçkiləri, Milli Məclisə seçkilər, Milli Məclisin deputatlarının statusu, bir də referendum. Bax bunlar yoldaşlar 83 səs çoxluğundan qanun şəklində qəbul edilir yoldaşlar. Ümumiyyətlə Milli Məclis bir qayda olaraq yadda saxlayın. Milli Məclis ümumi qayda üzrə qanun qəbul eləyir. Amma həll etdiyi məsələ üzrə həm qanun, həm də qərar qəbul eləyir yoldaşlar. Yadda saxlayın. Bax, Azərbaycan Respublikası prezident seçkiləri 83 səs çoxluğundan qanun şəklində qəbul edilir. Milli Məclisə seçkilər və deputatların statusu 83 səs çoxluğundan qanundur. Referendumda 83 səs çoxluğundan qanundur və ümumi qayda şəklində öz əksini tapır yoldaşlar. Deməli yoldaşlar, bu 3 dənə yəni müddəadan başqa qalan nə ki ümumi qayda görsəz, məsələn dövlət təltifi 63 qanun, dövlət qulluğu 63 qanun, beynəlxalq müqavilələrin təsdiq və ləğvi 63 qanun, gömrük işi, bank işi, birja fəaliyyəti, nə bilim təhlükəsizliyin əsasları olsun, mülki hüquq obyektləri olsun,
və yaxud cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi olsun. Bunlar hər biri yoldaşlar 63 səs çoxluğundan qanun şəklində qəbul edilir Milli Məclisdə. İnsan vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı 63 qanun. Yəni yoldaşlar, prezident seçkiləri, Milli Məclisə seçkilər və deputatların statusu və referendumdan başqa qalan bütün ümumi qaydalar 63 səs çoxluğundan qanun şəklində qəbul edilir yoldaşlar Milli Məclisdə. Yadda saxlayın. Yalnız bu üçündə 83 səs çoxluğundan qanundur. Qanun şəklində qəbul edilir. Burada yəni beynəlxalq müqavilələrin təsdiq və ləğvi çox vaxt qarışdırılır. İndi həll etdiyi məsələlərdə orada görəsiniz. Dövlətlərarası müqavilələrin təsdiq və ləğvi var. Onu gördüyünüz təqdirdə bilin ki, həll etdiyi məsələdir. Yəni onun beynəlxalq müqavilələrin təsdiq və ləğvinə heç bir aidiyyəti yoxdur. Bu ümumi qaydadır və 63 səs çoxluğundan qanundur. Deməli yoldaşlar, bir də yadınızda saxlayın, 94-cü maddənin, yəni Milli Məclisin müəyyən etdiyi ümumi qaydalara birinci hissəyə Konstitusiya qanunu ilə əlavələr oluna bilər. Deməli yoldaşlar, Milli Məclisin həll etdiyi məsələlər, Milli Məclisin işinin təşkili 63 qanun. Burada deməli prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis edilməsi, təsdiq yox ha yoldaşlar, təsis edilməsi 63 qanun, inzibati ərazi bölgüsü 63 qanun, dövlətlərarası və Azərbaycan Respublikası qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi 63 qanun, prezidentin təqdimatına əsasən dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət 63 səs çoxluğundan qanun şəklində həll etdiyi məsələdir yoldaşlar Milli Məclisin. Bu 5 dənə, yəni bu 63 səs çoxluğundan həll etdiyi məsələ, bu 5 dənə həll etdiyi məsələni diqqətlə yadda saxlayın ki, yəni 63 səs çoxluğundan qanun şəklində həll edir Milli Məclis bu məsələləri. Oldu mu yoldaşlar? Bu məsələlərdən başqa qalan bütün nə ki burada həll etdiyi məsələ var, hamısı qərardır. Deməli yoldaşlar, prezident təqdimatına əsasən prezidentin təqdimatı ilə ombudsmanın seçilməsi, yəni insan hüquqları üzrə müvəkkilin seçilməsi 83 səs çoxluğundan qərardır. Prezident təqdimatına əsasən hərbi doktrinanın təsdiqi 63 səs çoxluğundan qərardır. Prezident fərmanlarının Konstitusiya ilə nəzərdə tutulmuş hallarda prezidentin fərmanlarının təsdiqi 63 qərardır. Prezident təqdimatına əsasən baş nazirin vəzifəyə təyin olunmasına razılıq verilmə 63 səs çoxluğundan qərardır. Daha sonra prezident təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsi hakimlərinin vəzifəyə təyin olunması 63 səs çoxluğundan qərardır. Prezident təqdimatına əsasən baş prokurorun vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verilməsi 63 səs çoxluğundan qərardır. Konstitusiya Məhkəməsinin təqdimatına əsasən prezidentin impeachment qaydasında vəzifədən kənarlaşdırılmasıdır. Bu 95 səs çoxluğundan qərardır. Və yoldaşlar, prezidentin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması, yəni ki, bura Konstitusiya, Ali və Apellyasiya məhkəmələrinin hakimləri daxildir. 83 səs çoxluğundan qərardır. Amma digər məhkəmə hakimləri isə 63 səs çoxluğundan qərar şəklində vəzifədən kənarlaşdırılmasına deməli Milli Məclis belə deyim, həll etdiyi məsələdir. Prezidentin təqdimatına əsasən. Referendum təyin edilməsi var, 63 səs çoxluğundan qərardır. Amnistiya 63 səs çoxluğundan qərardır. Bələdiyyə hesabatlarının dinlənilməsi də 63 səs çoxluğundan qərardır. Yoldaşlar, burada yadınızda saxlayın. Referendum təyin olunması sırf qanunvericilik hakimiyyətinin yox, icra hakimiyyətinin də səlahiyyətinə mənsubdur. Bunu da yadınızda saxlayın. Deməli belə. Yoldaşlar, Milli Məclis, ümumiyyətlə Milli Məclisin səlahiyyətlərinə aid edən digər məsələlərə, Milli Məclisin işinin təşkili ilə əlaqədar məsələlərə, Milli Məclisin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir Konstitusiyamızda. Ümumiyyətlə, bu maddənin də birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər. Deməli, yoldaşlar, Milli Məclis hansı məsələlərə razılıq verir? Milli Məclis yoldaşlar bildiyimiz kimi, indicə də vurğuladığımız kimi
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən baş prokurorun vəzifəyə təyin və vəzifədən azad olunmasına razılıq verir. Prezidentin müraciətinə əsasən müharibə elan olunmasına və sülh bağlanmasına razılıq verir 63 səs çoxluğundan qərar şəklində. Bir də razılıq verir Milli Məclis nəyə? Prezidentin təqdimatına əsasən silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb olunmasına razılıq verir. Qalan məsələlər üzrə yalnız Milli Məclis özü ya təsdiq eləyir, ya da həll eləyir. Məsələn, hərbi doktrinanı nə edir? Təsdiq eləyir. Prezident fərmanlarını nə edir? Təsdiq eləyir. Və yaxud da apellyasiya məhkəməsi hakimini 63 səs çoxluğundan nə edir? Vəzifəyə təyin eləyir. Və s. yoldaşlar. Qanunvericilik təşəbbüsü hüququ maddə 96. Yoldaşlar, Milli Məclisdə ümumiyyətlə qanunvericilik təşəbbüsü hüququ, yəni qanun layihələrini və başqa hər hansı bir məsələni Ali Milli Məclisin müzakirəsinə təqdim etmək hüququdur. Yəni aşağıda sadaladığımız subyektlərin hüquqları var, yəni bir sıra. Bu hüquqlar da nədir? Qanun layihəsini və başqa hər hansı bir məsələni Milli Məclisin müzakirəsinə çıxarmaq, Milli Məclisin müzakirəsinə təqdim etmək hüququdur. Yəni bunlardan başqa heç kimin bu hüququ yoxdur. Yalnız bu orqanlar, MİHOlar belə deyək də, yəni bu hüquqa malikdir. Yoldaşlar, deməli, Azərbaycan Respublikası Milli Məclisin deputatlarına, prezidentə, Ali Məhkəməyə, seçki hüququ olan 40.000 vətəndaşa və prokurorluğa və həmçinin də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur qanunvericilik təşəbbüsü hüququ. Yəni ki, bunu qısaca olaraq yadda saxlaya bilərsiniz. Papam plus 40.000 seçki hüququ olan vətəndaş. Qanunvericilik təşəbbüsü hüququ kimlərin var? Deyərkən, Papam plus 40.000 seçki hüququ olan vətəndaş kimi yadınıza saxlaya bilərsiniz yoldaşlar, qısaltma formasında. Deməli yoldaşlar, bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəməsinin, seçki hüququ olan 40.000 vətəndaşın, prokurorluğun və Naxçıvan Ali Məclisin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Belə qanun və qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. Yəni ki, prezidentin və yaxud da prokurorun və yaxud da Ali Məhkəmənin razılığı olmalıdır ki, burada bu qanun və ya qərar layihəsində bir sıra dəyişikliklər olunsun. Başqa bir subyektin yəni burada əli ola bilməz yoldaşlar. Deməli yoldaşlar, qanunvericilik təşəbbüsü qaydasında prezidentin, Ali Məhkəmənin, seçki hüququ olan 40.000 vətəndaşın, prokurorluğun və Naxçıvan Ali Məclisinin Milli Məclisə təqdim etdiyi qanun və ya qərar layihələri 2 ay ərzində səsə qoyulur. Papa plus 40.000 seçki hüququ olan vətəndaş. Bunu da qısa şəkildə bu cür yadda saxlayırsınız. Yoldaşlar, qanun və qərar layihəsini əgər təcili elan olunubsa, testdə də görəcəksiniz. Əgər qanun və qərar layihələri təcili elan olunarsa, Naxçıvan Ali Məclis, Azərbaycan Respublikası Prokurorluğu, Ali Məhkəmə və Prezident artıq bu müddət 20 gün təşkil eləyir. Yəni Papa. Bu halda Papa kimi yadda saxlayasınız. Qanun və qərar layihəsini Papa təcili elan edibsə, bu müddət 20 gün təşkil eləyir. Yəni ki, 20 gün müddətdə qanun və qərar layihələri Milli Məclisdə səsə qoyulmalıdır yoldaşlar, yadda saxlayın. Azərbaycan Respublikası seçki hüququ olan 40.000 vətəndaşın qanunvericilik təşəbbüsü hüququndan istifadə etmə qaydası qanunla müəyyən olunur yoldaşlar. Qanun və qərar layihələri əsaslandırılmalıdır və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir ki, yəni bunlar hansı məqsədlər üçün qəbul edilməlidir? Hansı məqsədlər üçün əsaslandırılmalıdır? Yəni, niyə əsaslandırılmalıdır? O göstərilməlidir, yoldaşlar. Deməli, yoldaşlar, maddə 97 qanunların imzalanmaq üçün təqdim olunması müddəti. Deməli, yoldaşlar, bildiyimiz kimi qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının prezidentinə imzalanmaq üçün təqdim edilir. Təcili elan olunan qanun layihəsi prezidentə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilməlidir.
Demək yoldaşlar, qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Amma özündə başqa qayda nəzərdə tutularsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minməyə bilər yoldaşlar. Bu sizi çaşdırmasın. Bu deyir ki, yəni Milli Məclisin qərarında başqa bir qayda nəzərdə tutulmayıbsa və yaxud da qanunda başqa bir qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Amma başqa qayda, yəni bu deməkdir ki, yəni başqa qayda nəzərdə tutularsa, qanun və qərar dərc edildiyi gün qüvvəyə minməyə bilər. Yəni bu ehtimal doğrudur yoldaşlar. Çünki bu apolior yanaşması deyilən bir şey var da. Yəni bu istisna olaraq deyirsə, bu demək deyil ki, özündə Milli Məclis qərarının özündə başqa qayda nəzərdə tutulanda da qanun və qərar dərc edildiyi gün qüvvəyə minəcək deyə bir şey yoxdur. Yəni qanunda başqa qayda nəzərdə tutularsa, Milli Məclisin qərarında başqa bir qayda da nəzərdə tutularsa, qanun və qərar dərc olunduğu gün qüvvəyə minməyə bilər. Yəni o müddət uzana bilər yoldaşlar. Bunu siz bu cür yadda saxlayın. Diqqətli olun test həmişə belə şeylərə. Deməli yoldaşlar, Milli Məclisin buraxılması, Milli Məclisin eyni çağırışı bir il ərzində 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərərsə və yaxud Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın idarə heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən 2 dəfə təqdim edildikdən sonra qanunla müəyyən olmuş müddətə təyin etmədikdə və həmçinin də Konstitusiyanın 94-95-ci maddələrində, 96-cı maddəsində, 97-ci maddəsində göstərilən vəzifələri aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə Prezident artıq Milli Məclisi buraxır. Deməli yoldaşlar, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışın səlahiyyət müddəti deməli 5 ildən az ola bilər. Bu halda Azərbaycan Respublikası Milli Məclisə növbəti seçkilər, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddətinin 5-ci ilinin noyabr ayının 1-ci bazar günü keçirilir. Deməli yoldaşlar, maddə 99 icra hakimiyyətinin mənsubiyyəti bildiyimiz kimi Azərbaycan Respublikasında yoldaşlar, icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur. Yoldaşlar, məxsusdur desə səhvdir, mənsubdur. Yəni yadınızda bunu diqqətlə saxlayın. Deməli yoldaşlar, prezidentə namizədliyə tələblər, prezident necə olmalıdır? Yəni yoldaşlar, necə seçilir? Prezident məsələn ikili vətəndaşlığı olmamalıdır. Hər hansı bir şəxsin ikili vətəndaşlığı olarsa, ali təhsili olmazsa, ağır cinayətlərə görə məhkum olunarsa, 10 ildən az Azərbaycan Respublikasının ərazisində yaşayarsa, seçkilərdə iştirak etmək hüququna malik olmazsa, yəni fəaliyyət qabiliyyətsizliyi məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər prezident seçilə bilməzlər. Yoldaşlar, kimlər prezident seçilə bilər? 10 ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, bayaq sizə dedim, məsəl üçün yüngülvari hər hansı bir oğurluq eləyib və yaxud da nə edibsə, yəni adam ölümü, insan ölümü və yaxud da hər hansı bir ağır cinayət, faktiki olaraq ağır cinayət yoxdursa, başqa dövlətlər qarşısında öhdəliyi yoxdursa, ali təhsili varsa, ikili vətəndaşlığı yoxdursa, o zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxs Azərbaycan Respublikasının prezidenti seçilə bilər. Deməli yoldaşlar, prezident necə seçilir? Ümumiyyətlə prezident seçkilərinin əsaslarında yadınızda saxlayın. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir yoldaşlar. Yadınızda saxlayın. Prezident həmişə 7 il müddətinə seçilir. Milli Məclisin səlahiyyət müddəti 5 ildən birdir, amma prezident seçkiləri 7 ildən bir seçki olur. Prezident seçkisi olur. Deməli yoldaşlar, prezident növbədənkənar Azərbaycan Respublikası prezident seçkilərini özü elan eləyə bilər. Azərbaycan Respublikasının prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Yəni ki 50%-dən, yəni 50%-dən çoxunun səs çoxluğu ilə seçilir. Yəni 51% deyərsə ki,
filankəs prezident təyin edilsin, yəni və yaxud da seçilsin. Onların səs çoxluğu olarsa, onlar 51% artıq ona səs verərlərsə, yəni statistik göstəricidə, artıq həmin şəxs prezident seçilə bilər. Yəni daha doğrusu seçilir. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində əgər toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü yoldaşlar, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin artıq ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış 2 namizəd iştirak edir yoldaşlar. Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan, yəni 51% ən azı səs toplamış şəxs, namizəd Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır yoldaşlar. Müharibə şəraitində hərbi əməliyyatların aparılması arın prezident seçkilərinin keçirilməsini mümkün etməzsə, yəni imkansız eləyərsə, işini çətinləşdirərsə, bu zaman prezidentin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna qədər uzadılır yoldaşlar. Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən, yəni Mərkəzi Seçki Komissiyasının müraciətinə əsasən, tam şəkildə desək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunur. Bu maddənin tətbiqi qaydası da qanunla müəyyən olunur yoldaşlar. Deməli yoldaşlar, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində, 2 həftə ərzində desə yoldaşlar, cavab səhvdir. Ha, testdə əgər elə görsəz, bilin ki, səhvdir. 14 gün ərzində, səsvermə günündən sonra 14 gün ərzində prezident seçkilərinin yekunları haqqında məlumatı Konstitusiya Məhkəməsi rəsmən özü elan eləyir. Deməli yoldaşlar, prezident seçilmiş şəxs Azərbaycan Respublikasının prezidenti seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq, yəni Konstitusiya Məhkəməsinin məlumatı elan etdiyi gündən başlayaraq 3 gün ərzində, yəni 3 iş günü deyərsə yoldaşlar səhvdir. İş günü olmasa da 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir. Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. Prezidentin andının mətni yoldaşlar Konstitusiya ilə müəyyən olunur. Çox vaxt deyir ki, Konstitusiya qanunu ilə müəyyən olunur, qanunla müəyyən olunur, qanunvericiliklə müəyyən olunur. Yoldaşlar, belə bu halları gördüyünüz təqdirdə bilin ki, test yanlışdır. Prezidentin andının mətni yalnız Konstitusiya ilə müəyyən oluna bilər. And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti and içdiyi gündən, yəni and içdiyi andan yox, and içdiyi gündən prezident öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Yəni işə başlamış sayılır yoldaşlar. Azərbaycan Respublikasının vitse-prezidentləri bildiyimiz kimi yoldaşlar, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri prezident tərəfindən vəzifəyə təyin olunur, prezident tərəfindən də vəzifədən uzaqlaşdırılır, azad edilir. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir. Yəni Abbas kimi bunu yadda saxlayın yoldaşlar. Maddə 104-də deməli prezidentin öz səlahiyyətlərini daimi icra edə bilməməsi. Yoldaşlar, prezident vaxtından əvvəl vəzifədən getmiş sayılır. Hansı hallarda? İstefa verdiyi təqdirdə, səhhətinə görə yəni sağlamlığına görə, sağlamlığında hər hansı bir problem olarsa, səhhətinə görə öz səlahiyyətlərinin icra etmək qabiliyyətini tamamilə itirərsə, yəni ki, xəstəliklə əlaqədar artıq vəzifəsini icra edə bilmərsə və bu konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda prezident artıq vəzifədən əvvəlcədən getmiş sayılır. Yəni ki, prezident istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilir. Deməli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi istefa ərizəsini prezidentin özünün verdiyinə əmin olduğu təqdirdə prezidentin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Və qərar qəbul etdikdən sonra da həmin andan prezident istefa verdiyinə görə vəzifədən getmiş sayılır. Yəni, Konstitusiya Məhkəməsi prezidentin istefasının qəbul olunması haqqında qərarı qəbul etmədiyi təqdirdə prezident vəzifədən getmiş sayılmır. Yalnız Konstitusiya Məhkəməsi son qərarı verdikdən sonra, qəbul etdikdən sonra prezident vəzifədən getmiş sayılır. Yəni,
belə deyim də istefa eləyir, onunla da vəzifədən getmiş sayılır. Amma Konstitusiya Məhkəməsinin qərarı olmalıdır. Deməli yoldaşlar, Azərbaycan Respublikasının prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Milli Məclis bu faktın aydınlaşdırılması üçün, yəni dəqiqləşdirilməsi üçün ki, həqiqətən də səhhətinə görə vəzifədən uzaqlaşdırılmaq istəyir, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət eləyir. Milli Məclis bu faktın aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsi də bu barədə qərarı hakimlərinin 6 səs çoxluğu ilə qəbul eləyir. Yəni Konstitusiya Məhkəməsinin 6 dənə hakimi yəni qəbul eləyərsə ki, yəni prezident vəzifədən uzaqlaşdırılsın, səhhətinə görə vəzifədən yəni getmiş sayılsın, artıq bununla da prezidentin səlahiyyəti bitmiş sayılır. Əgər amma Konstitusiya Məhkəməsi bu faktı təsdiq eləməzsə, yəni məsələ bununla bitmiş sayılır. Yəni ki, prezident vəzifədən kənarlaşdırılmış. Deməli yoldaşlar, prezident vəzifədən getdikdə onun səlahiyyətlərinin icrasını deməli ümumiyyətlə birinci vitse-prezident icra eləyir. Deməli yoldaşlar, prezident vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikası prezident seçkilərini keçirir. Deməli yoldaşlar, növbədənkənar seçkiləri 60 gün müddətində prezident keçirir. Amma bu halda yeni prezident seçilənə qədər prezident səlahiyyətlərini Azərbaycan Respublikasının birinci vitse-prezidenti icra eləyir. Əgər bu müddət ərzində prezidentin səlahiyyətlərini icra edən birinci vitse-prezident istefa verərsə, prezidentin müəyyən etdiyi ardıcıllıqla birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikasının prezidentinin səlahiyyətlərini icra eləyir. Yoldaşlar, əgər bu maddənin ikinci hissəsində göstərilən səbəblərə görə prezidentin səlahiyyətlərini birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, prezidentin səlahiyyətlərini baş nazir icra eləyir. Baş nazir də icra eləmədiyi təqdirdə Milli Məclisin sədri icra eləyir. Və Milli Məclisin sədri də icra edə bilmərsə, bu zaman Milli Məclis prezidentin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul eləyir. Deməli yoldaşlar, Azərbaycan Respublikasının prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikasının prezidentinin şərəf və ləyaqəti qanunla qorunur. Deməli yoldaşlar, vitse-prezident, birinci vitse-prezident, vitse-prezidentlər və yaxud da baş nazir, deputat, bunlar səlahiyyət müddəti ərzində şəxsiyyəti toxunulmazdır. Yəni səlahiyyət göstərdiyi müddət ərzində toxunulmazlar. Başqa vaxtlarda toxunulmazlığı pozula bilər. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz. Onun barəsində məhkəmə qaydasında inzibati tənbih tədbirləri tətbiq oluna bilməz. Axtarışı və şəxsi müayinəyə məruz qala bilməz. Yoldaşlar, birinci vitse-prezident və yaxud da vitse-prezident belə deyim, vitse-prezident cinayət başında yaxalanarsa, yəni cinayət törədərsə tutula bilər. Belə olduğu təqdirdə onu tutan orqan bu barədə dərhal baş prokurora xəbər verməlidir. Vitse-prezidentin toxunulmazlığına isə yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən prezident tərəfindən xitam verilə bilər yoldaşlar. Prezident vəzifədən kənarlaşdırılması, deməli yoldaşlar, Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü prezident ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Ali Məhkəmənin 30 gün müddətində verilən rəyə əsasında Milli Məclis qarşısında irəli sürülə bilər. Yəni ilk öncə prezident ağır cinayət törədəndə Konstitusiya Məhkəməsi təşəbbüs göstərir və Ali Məhkəmə 30 gün müddətində rəy verir məsələyə. Və bununla da Milli Məclis qarşısında məsələ irəli sürülür. Milli Məclis deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında prezident vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı da Konstitusiya Məhkəməsi bu qərarı Konstitusiya Məhkəməsinin sədri imzalayır.
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, yəni bir həftə ərzində Konstitusiya Məhkəməsinin sədri imzalamarsa bu qərarı, yəni prezidentin vəzifədən getmiş sayılmasını imzalamarsa, qərar qüvvəyə minmir. Deməli, yoldaşlar, ARın prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Konstitusiya Məhkəməsinin Milli Məclisə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməzsə, prezidentə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır. Prezidentin təminatı, yoldaşlar, bildiyimiz kimi prezident və onun ailəsi dövlət hesabına təmin edilir. ARın prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Əvvəllər prezident seçilmiş şəxsin təminatı qaydaları isə Konstitusiya qanunu ilə müəyyən edilir. Deməli, yoldaşlar, birinci vitse-prezident və onun ailəsi dövlət hesabına təmin edilir prezident kimi. Birinci vitse-prezidentin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Yoldaşlar, prezidentin özünə məxsus səlahiyyətləri var, bir çox səlahiyyətləri var. Bunlara aşağıdakılar aiddir. Deməli, yoldaşlar, prezident səlahiyyətləri hansılardır? Prezident səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisə seçkiləri təyin edir. ARın dövlət büdcəsini Milli Məclisin təsdiqinə təqdim edir. Deməli, yoldaşlar, büdcəni hazırlayır Nazirlər Kabineti. Büdcəni təsdiq eləyir Milli Məclis. Büdcəni Milli Məclisin təsdiqinə təqdim eləyir prezident. Dövlət iqtisadi və sosial proqramlarını təsdiq eləyir prezident. Həmçinin ARın Milli Məclisin razılığı ilə baş naziri vəzifəyə təyin eləyir. Baş naziri vəzifədən azad eləyir. Nazirlər Kabinetinin, yəni qısaca olaraq desək, NK-nın üzvlərini vəzifəyə təyin eləyir və vəzifədən azad eləyir. Zəruri hallarda NK-nın iclaslarına sədrlik eləyir. Niyə zəruri hallarda? Çünki bir qayda olaraq NK-nın belə deyim, iclaslarına baş nazir sədrlik eləyir. Amma zəruri hallarda baş nazir olmadığı təqdirdə, yəni prezident sədrlik eləyə bilir. Sonra Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul eləyir. Dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində MİHO-ları və İHO-ları yaradır. Yəni mərkəzi nazirlikləri və yerli icra hakimiyyəti orqanlarını yaradır. NK-nın və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin nazirliklərin və icra hakimiyyəti orqanlarının aktlarını ləğv eləyir. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsi hakimlərinin vəzifəyə təyin olunması haqqında Milli Məclisə təqdimatlar verir. Həmçinin digər məhkəmələrin hakimlərini vəzifəyə təyin eləyir. Yəni digər məhkəmələr deyərkən Ağır Cinayət Məhkəməsi, deməli yerli digər məhkəmələr, daha sonra inzibati məhkəmələr və s. məhkəmələrin hakimlərini vəzifəyə təyin eləyir prezident. Həmçinin baş prokuroru Milli Məclisin razılığı ilə vəzifəyə təyin eləyir və vəzifədən azad eləyir. Mərkəzi Bankın idarə heyəti üzvlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Milli Məclisə təqdimat verir. Mərkəzi Bankın idarə heyətinin üzvləri sırasından Mərkəzi Bankın sədrini təyin eləyir prezident. Hərbi doktrinanı Milli Məclisin təsdiqinə verir. Silahlı Qüvvələrin Ali Komanda heyətini vəzifəyə təyin və vəzifədən azad eləyir. Prezident administrasiyasını təşkil edir və onun rəhbərini təyin eləyir. Ombudsmanın seçilməsi haqqında Milli Məclisə təqdimat verir. Xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərin təsis edilməsi haqqında Milli Məclisə təqdimat verir. Xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəlikləri təyin eləyir, yəni təsdiq eləyir və geri çağırır. Xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul eləyir. Həmçinin dövlətlərarası, hökumətlərarası beynəlxalq müqavilələri bağlayır. Dövlətlərarası və qanunlardan fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələr təsdiq və ləğv olunması üçün Milli Məclisə təqdim eləyir. Təsdiqnamələri imzalayır. Referendumu təyin eləyir. Qeyd etdiyimiz kimi referendumun təyin olunması həm Milli Məclisin, həm də prezidentin səlahiyyəti sayılır, yoldaşlar. Buna diqqətli olun. Yəni qısaca olaraq desək, qanunvericilik və icra hakimiyyətinin səlahiyyəti sayılır referendum təyin etmək.
Deməli yoldaşlar, qanunları imzalayır və dərc eləyir, vətəndaşlıq məsələlərini həll eləyir, siyasi sığınacaq verilməsi məsələsini həll eləyir. Amma siyasi sığınacaq verən kim idi yoldaşlar? Hansı subyekt idi? Azərbaycan Respublikası idi. Bunu da yadda saxlayın. Əhv eləyir, dövlət təltifləri ilə təltif eləyir, ali hərbi və ali xüsusi rütbələr verir. Bunu çox vaxt qarışdırırlar yoldaşlar. Xüsusi rütbə yazırlar. Yadınızda saxlayın. Ali hərbi və ali xüsusi rütbələr verir prezident. Ümumi və bir qismən səfərbərlik elan eləyir. Habelə səfərbərlik üzrə çağırılanları təxris eləyir. Daha sonra vətəndaşların müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul eləyir. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasını yaradır. Fövqəladə və hərbi vəziyyət elan eləyir. Daha sonra Milli Məclisin razılığı ilə müharibə elan eləyir, sülh bağlayır. Daha sonra dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətlərini yaradır. Həmçinin Konstitusiya ilə Milli Məclisin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll eləyir. Ümumiyyətlə yoldaşlar, yadınızda saxlayın. Prezident səlahiyyətinə aid olan məsələlərdə iki yerdə qərar qəbul eləyir. Bir, Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul eləyir prezident. Bir də ki, vətəndaşların müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barəsində qərarlar qəbul eləyir. Yəni iki şey barədə prezident qərar qəbul eləyir. Bu isə NK-nın istefası haqqında qərardır, bir də hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərardır. Yadınızda saxlayın. Maddə 110 deməli qanunların imzalanması bildiyimiz kimi yoldaşlar, ARın prezidenti, yəni Azərbaycan Respublikasının prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır yoldaşlar. Qanun əgər prezidentin etirazını doğurarsa yoldaşlar, o qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Milli Məclisə qaytara bilər. Konstitusiya qanunları yoldaşlar Azərbaycan Respublikasının prezidenti tərəfindən imzalanmazsa qüvvəyə minmir yoldaşlar. Milli Məclis 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səs vermədən sonra qüvvəyə minir. Deməli yoldaşlar, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi. Prezident dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu verir kimlərə? Vitse-prezidentə, Nazirlər Kabinetinin üzvlərinə, həmçinin də prezidentin müəyyən etdiyi digər şəxslərə verə bilər. Deməli yoldaşlar, hərbi vəziyyət elan edilməsi, deməli Azərbaycan Respublikasının prezidenti hansı hallarda hərbi vəziyyət elan eləyə bilər? Üzrü sayın. Hansı hallarda hərbi vəziyyət elan eləyə bilər? Azərbaycan Respublikası ərazisinin müəyyən bir hissəsi faktiki işğal olunarsa, xarici ölkə və yaxud xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan eləyərsə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yaranarsa, Azərbaycan Respublikasının ərazisi blokadaya alınarsa və habelə blokada üçün real təhlükə olarsa, Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir. Deməli yoldaşlar, fövqəladə vəziyyət nə zaman tətbiq edilir? Təbii fəlakətlər, epidemiyalar, epizodiyalar, böyük ekoloji və başqa qəzalar baş verərsə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına və yaxud da dövlətə qarşı qiyama və dövlət çevrilişinə yönəldilən hərəkətlər edilərsə, zorakılıqla müşayiət olunan kütləvi ixtişaşlar yaranarsa, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gələrsə prezident Azərbaycan Respublikası ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq eləyir. Bu barədə də qərar qəbul etdiyi fərmanı daha doğrusu 24 saat müddətində Milli Məclisin təsdiqinə verir yoldaşlar. Yoldaşlar, testə düşə bilər ki, prezident hansı məsələlər üzrə fərman qəbul eləyir. Və qəbul etdiyi bu fərmanı da 24 saat müddətində
Milli Məclisin təsdiqinə verir. Yoldaşlar, yadınızda saxlayın ki, bu hərbi vəziyyət və fövqəladə vəziyyətin deməli elan və tətbiq olunmasıdır. Birini hərbi vəziyyəti elan eləyir prezident, amma fövqəladə vəziyyəti tətbiq eləyir. Amma hər ikisində 24 saat müddətində Milli Məclisin təsdiqinə verir yoldaşlar. Yadınızda saxlayın. Fövqəladə vəziyyət ölkənin ayrı-ayrı yerlərində, amma hərbi vəziyyət bütün ərazimizdə və ayrı-ayrı respublikanın ayrı-ayrı yerlərində elan olunur. Yadınızda saxlayın yoldaşlar. Deməli, prezidentin aktları ümumi qaydalar müəyyən etdikdə prezident ümumiyyətlə fərmanlar, başqa məsələlər barədə isə sərəncamlar qəbul edir. Başqa məsələlər deyərkən burada xüsusi məsələlər var yoldaşlar. Məsələn, son qəbullardan birində sual verilmişdi ki, Dövlət Qulluğunu İdarə Etmə Şurası hansı aktla müəyyən olunur? Daha doğrusu Dövlət Qulluğunu İdarə Etmə Şurasının fəaliyyəti hansı aktla müəyyən olunur? Yoldaşlar, bildiyimiz kimi Dövlət Qulluğunu İdarə Etmə Şurası əsasnamə ilə, onun elə bir səlahiyyəti əsasnamə ilə müəyyən olur da, düzdürmü? Amma akt dedikdə söz, burada prezidentin qəbul etdiyi fərmanla, prezident yəni daha doğrusu sərəncamla, prezident çünki xüsusi məsələlər üzrə sərəncam qəbul edir. Onu artıq o cür yadda saxlayacaqsınız. Deməli yoldaşlar, Nazirlər Kabinetinin qısaca olaraq desək MK-nın statusu. Prezident icra hakimiyyətinin, daha doğrusu icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə MK-nı yaradır. Yəni Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti prezidentin yuxarı icra orqanıdır yoldaşlar. Nazirlər Kabineti prezidentə tabidir və onun qarşısında cavabdehdir. Nazirlər Kabinetinin iş qaydasını yoldaşlar Azərbaycan Respublikasının prezidenti müəyyənləşdirir. Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa MİHO rəhbərləri daxildirlər. MİHO deyərkən yoldaşlar, yenə yadınızda saxlayın. Nazirliklər burada nəzərdə tutulur. Yəni Səhiyyə naziri, Maliyyə naziri, İqtisadiyyat naziri, Qida Təhlükəsizliyi Agentliyinin sədri və yaxud da Dövlət Su Ehtiyatları Agentliyinin sədri və s. yəni bunlar ola bilər. Yəni bir sözlə MİHO rəhbərləri bunlardır. Mərkəzi icra hakimiyyəti orqanları nazirliklərin, agentliklərin, komitələrin sədrləri və rəhbərləri də belə deyək nəzərdə tutulur. Yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası prezidentinə istefa verir. Yəni yeni hər hansı bir prezident seçilərsə, həmin digər belə deyim də vəzifədən imtina etmiş prezidentin dövründə səlahiyyətli olan Nazirlər Kabineti artıq yeni gələn prezidentə istefa verməyə məcbur qalır. Deməli yoldaşlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına bir qayda olaraq baş nazir sədrlik eləyir. Amma prezident də sədrlik eləyə bilər. Ancaq zəruri hallarda prezident sədrlik eləyə bilər. Bir qayda olaraq prezident deyərsə yanlışdır cavab yoldaşlar. Bilin ki, prezident ancaq zəruri hallarda Nazirlər Kabinetinin iclaslarına sədrlik eləyir. Amma bir qayda olaraq isə baş nazir sədrlik etməlidir. Baş nazirin təyin olunması qaydası. Deməli, Arın baş nazirini Milli Məclisin razılığı ilə prezident vəzifəyə təyin eləyir. Yoldaşlar, baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikası prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və yaxud Nazirlər Kabinetinin istefa verdiyi gündən 2 həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim eləyir. Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul eləyir. Göstərilən qayda pozularsa və yaxud prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına 3 dəfə razılıq verilməzsə Milli Məclis tərəfindən, bu zaman prezident baş naziri Milli Məclisin razılığı olmadan vəzifəyə təyin eləyə bilər. Deməli yoldaşlar, Nazirlər Kabinetinin də bir sıra səlahiyyətləri var özünə məxsus. Bunlar hansılarıdır? Nazirlər Kabineti yoldaşlar dövlət büdcəsinin layihəsini hazırlayır və onu prezidentə təqdim eləyir.
Dövlət büdcəsinin icrasını təmin eləyir. Maliyyə, kredit və pul siyasətinin həyata keçirilməsini təmin eləyir. Dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin eləyir. Sosial təminat proqramlarının həyata keçirilməsini təmin eləyir. Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik eləyir. Onların aktlarını ləğv eləyir. Həmçinin prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll eləyir Nazirlər Kabineti. Nazirlər Kabinetinin aktları Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə isə sərəncamlar qəbul eləyir. Deməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərə tutulmuyorsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər, deməli yoldaşlar, baş nazir, baş nazirin müavini, nazir və digər MİHO-nun rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşları təyin edilə bilərlər. Bunu da qısaca olaraq Abbas kimi yadda saxlaya bilərsiniz. Bəs yaxşı, üzvlərə olan tələblər hansılardır? Üzvlük odur ki, yoldaşlar, yəni ki, üzvlük odur ki, hələ bunlar bu vəzifəyə təyin edilməyiblər. Sadəcə olaraq bunlar müraciət edib bu vəzifəyə, belə deyim də, təyin olunma şansı ola bilər. Amma üzvü odur ki, artıq o vəzifədə çalışır. Deməli, baş nazirə, onun müavinlərinə, nazirlərə və digər MİHO rəhbərlərinə qadağandır. Nələr? Heç bir seçkili və ya təyinatlı vəzifə tuta bilmək, və yaxud da vəzifə maaşından başqa əlavə məvacib almaq, elmi pedaqoji yaradıcılıq fəaliyyəti istisna olmaqla hər hansı bir sahibkarlıq və kommersiya fəaliyyəti ilə, ödənişli fəaliyyətlə məşğul olmaq imkanı nə baş nazirdə, nə müavinlərində, nə nazirlərdə, nə də MİHO rəhbərlərində yoxdur. Yəni, bu fəaliyyətlərlə məşğul olan şəxslər baş nazir seçilə bilməz, müavin seçilə bilməz, nazir seçilə bilməz. Amma təbii ki, elmi pedaqoji yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş şəxs baş nazir də seçilə bilər, müavin də seçilə bilər, MİHO rəhbəri və yaxud da hər hansı bir nazirliyin rəhbəri seçilə bilər. Deməli, yoldaşlar, baş nazirin toxunulmazlığı. Baş nazir də bildiyimiz kimi, deputatlar kimi, vitse-prezidentlər kimi səlahiyyət müddəti ərzində şəxsiyyəti toxunulmazdır baş nazirin. Deməli, yoldaşlar, baş nazir cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbih tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz və şəxsi müayinə edilə bilməz. Amma baş nazir cinayət törətdiyi halda, cinayət törətdiyi təqdirdə tutula bilər və yaxud da cinayət başında yaxalanarsa tutula bilər. Belə olduğu təqdirdə onu tutan orqan dərhal Azərbaycan Respublikası Baş Prokurora məlumat verməlidir, yəni xəbər verməlidir. Baş nazirin toxunulmazlığı nə isə yalnız Baş Prokurorun təqdimatına əsasən Prezident tərəfindən xitam verilə bilər. Yerlərdə icra hakimiyyəti, maddə 124. Deməli, yoldaşlar, yerlərdə icra hakimiyyətini İHO-lar həyata keçirir. Yəni ki, yerli icra hakimiyyəti orqanlarının başçıları, yerli icra başçıları həyata keçirir. İcra hakimiyyəti başçılarını prezident vəzifəyə təyin eləyir və vəzifədən azad eləyir. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini isə prezident müəyyən eləyir. Amma yoldaşlar, yerli icra hakimiyyətinin belə deyim, başçı müavinlərini prezident təyin eləyə bilər, doğrudur. Amma yerli icra hakimiyyətinin başçısının müavinini başçısı özü də müəyyən eləyə bilər. Yəni ki, vəzifəyə yerli icra hakimiyyəti başçısı öz müavinini özü təyin eləyə bilər. Hansı halda? Yalnız Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla yerli icra başçısı öz müavinini özü vəzifəyə təyin eləyə bilər. Amma bir qayda olaraq yadda saxlayın ki, Bakı şəhər icra hakimiyyəti başçısının müavini təyin eləyir prezident. Amma digər rayon icra başçılarının müavinlərini isə prezident administrasiyasının rəhbəri ilə razılaşdırmaq şərti ilə icra başçıları özü vəzifəyə təyin eləyə bilər yoldaşlar. Bunu yadınızda saxlayın bir qayda olaraq. Yoldaşlar, hələ ki bura qədər gələn dərs inşallah məhkəmə hakimiyyətini izah edəcəm.
Ona qədər görüşmək ümidi ilə. İnşallah ki, sizlər üçün də faydalı olar. Hələlik sağ olun, Allah'a emanet olun.